Baş sponsor Azərbaycanın ilk özəl təcili tibbi yardım xidməti Referans ambulansdır. Realın efirində baş həkimin vaxtıdır. Əhəmiyyət vermədiyimiz nevroloji əlamət ağırlaşaraq təhlükəli hal ala bilər. Sinir sistemimiz zarafatı sevmir. Araşdırmalar nəticəsində belə qənaətə gəlinib ki, 45 yaşından sonra qadınların 48%-də, kişilərin isə 36%-də nevroloji xəstəliklər müşahidə edilir. Bu səbəbdən sinirinizdə baş verə biləcək hər bir pozuntunu və ilkin əlamətləri düzgün dəyərləndirmək lazımdır. Referans Həyat Hospitalının nevropatoloqu həkim Jalə Qarayeva baş həkimin qonağıdır. Həkim, xoş gəlmisiniz. Çox sağ olun, təşəkkür edirəm. Necəsiz? Yaxşı olasınız. Həkim, nevroloji vəziyyət necədir? Ümumiyyətlə, qəbulunuzdakı vəziyyəti bilmək istəyirəm. Nevroloji xəstəliklər artıq cavanlaşıb deyərdim. Əvvəllər daha çox orta yaşlı insanlarda nevroloji problemlər, yaddaş zəifliyi, diqqət dağınıqlığı, nevroz görürdük. İndi artıq uşaqlarda da təəssüflər olsun ki, həm yaddaş zəifliyi, həm panik atak halları, həm nevrotik pozuntular artıq deyərdim cavanlaşıb. Yəni hər yaşda görürük, artıq. Misal üçün, bir həkim kimi təcrübənizlə, müşahidələrinizlə nə ilə bağlıdır sizcə bu? Baş verən, bax, bütün bu yaş kateqoriyasının dəyişməyi, nə bilim, xəstəliklərin növlərinin, belə də nevroloji xəstəliklərdən gedir söhbət, növlərinin belə artması, nədir səbəb, nə ilə bağlı ola bilər? Səbəblər burada genetik yatqınlıq da ola bilir, psixoloji səbəblər var, sosial səbəblər var. Həmçinin bu ağıllı telefon, smartfon və digərlərinin çox istifadə, hədsiz dərəcədə istifadə, dərs yükü isə uşaqlarda təsir edir ciddi şəkildə. Yuxusuz qalma, yuxusuz gecələr, xüsusilə nevrotik pozuntuların yaranmasına gətirib çıxara bilir. Ümumiyyətlə, son zamanlar istəyir gənc, istəyir biraz daha yaşı olmuş insanlar da eşidirəm ki, yuxu problemi yaşayır hamı. Yəqin ki, sizin də qəbullarınızda, hətta dost, tanışda, qohumlarda da sizə müraciət edən olur. Bax, bu nə ilə bağlıdır? Bəli, yuxu problemləri ilə çox rastlaşırıq. Mən hər zaman deyirəm, pasiyentlərə də deyirəm. Yəni, həkimə gedərkən diaqnozunuzu tələb edeyim. Mən niyə yuxusuzam? Mən niyə yatmıram? Çünki mən hər zaman bunu izah edirəm. Yəni, xəstə mənə müraciət elədi, bir yuxu dərmanı verməklə kifayətlənmirəm. Çünki o yuxu dərmanını içəcək, onun yuxusu gələcək. Kəsdiyi halda yenidən yuxu problemi yaranacaq. Ümumiyyətlə, insan həyatının 3/2-sini yuxuda keçirir. Necə nəfəs alırıq, necə qidalanırıq, o şəkildə yatmamız da çox vacibdir. Çünki yorulmuş sinir sistemi yenilənir yuxu sırasında və bir çox proseslər baş verir. Bunun üçün mütləq şəkildə yatmalıyıq. Bəzən, yəni hər zaman biz yuxusuzluğu yuxu dərmanlarını müalicə etmirik. Bəzən səbəb depressiya, bəzən nevroz. Yəni, depressiyada xüsusi dərmanlar veririk ki, hansı ki, bu xoşbəxtlik hormonu, serotonin hormonunun artmasına yönəlik dərmanlar olur. Bu da səhər saatlarında verilir. Və səhər saatlarında verilən o serotoninin artmasına yönəlik dərmanlar axşam melatonin yuxu hormonuna çevrilir və pasiyentin yuxusunu düzəldir. Ona görə hər zaman çözüm yuxu gətiricilər deyil. Hər zaman niyə mən yuxusuzam, niyə mənim yaşlılarım digərləri yatır, mən yatmıram deyə düşünmək lazımdır və həkimimizdən də bunu tələb edeyim. Özüm də hər zaman izahat verirəm pasientlərə ətraflı şəkildə ki, sizdə budur narahatlıq və səbəb də budur. Buna yönəlik biz müalicə aparacağıq. Ümumiyyətlə, bizim sinir sistemimiz axşam saatlarında saat neçədə yatmağı bizə məsləhət görür, yəni? Çox gözəl sual verdiniz. Hər zaman yatmaq, bəzən pasient mənə deyir ki, doktor, mənim normal yatıram, yəni demək olur 11 saat, 10 saat yatıram, gecənin 3-dən, 4-dən, digər günün 2-sinə, 3-ünə kimi yatıram. Burada bir şeyə vurğulamaq istəyirəm. Yuxunun kəmiyyəti və keyfiyyəti məsələsi var. Bizə kəmiyyətdən çox keyfiyyət önəmlidir. Hansı saatlarda yatmamız, xüsusən axşam saat 10-dan 11-dən səhər 4-ə 5-ə qədər olan yuxu sırasında və tam qaranlıq bir yuxu sırasında bizdə beynimizdə melatonin, yəni yuxu hormonu ifraz olunur. Bunu aldıqda normal şəkildə biz həm nevrotik pozuntudan gələcəkdə əziyyət çəkmirik, həm də stressimizi, belə deyim də, stressdən qaçmaq mümkünsüzdür. Hər zaman bəzən deyirlər, stressdən qaçın. Necə qaçınaq? İndiki zamanədə mümkün deyil. Sadəcə stressi düzgün yönətməyi bacarsaq, düşünürəm ki, bu problemlərlə baş edə bilərik və o saatlarda yatsaq, melatonin hormonunu ala bilsək, tam qaranlıq, sakit otaqda digər nevroloji problemlərdən də çox əziyyət çəkməyəcək. Ona görə nə qədər yatmağınız yox, hansı saatlarda yatmağınız çox önəmlidir. Yuxunun üzərində niyə dayandım? Çünki yuxu da çox önəmlidir insan sağlamlığı üçün, orqanizm üçün, xüsusilə də sinir sistemimiz üçün. Bəzən də saat
10-da, 11-də yatıb, gecə 2-də, 3-də ayılıb, artıq yuxumu aldım. Bu saatlarda yatmaq mənə uyğun deyil. Çünki saat 10-da, 11-də yatıb, gecə 2-də, 3-də ayılıram və artıq yatmaq istəmirəm. Və sonra da səhər saat 10-da, 11-də bir adamın iş fəaliyyəti başlayırsa, bu zaman da artıq ona yuxu gəlir. Bəli. Yəni, bəs bunu necə tənzimləyək? Yəni ümumiyyətlə yatmağı, yuxunu belə deyim də, yuxunu tənzimləmək biz hər gün eyni saatda yatıb, eyni saatda qalxmalıyıq. Bu bazar gününə də aiddir, istirahət gününə də aiddir, tətil günlərinə. Uşaqlarda da bunu belə rejimə salmalıyıq. Yəni bu bir rejim olmalıdır. Bəli, rejim olmalıdır. 3 ay yay tətilində belə, yəni eyni saatlarda yatıb, eyni saatlarda oyanması lazımdır. Bu olduğu təqdir, çünki yuxusuzluq nəinki digər nevroloji problemlər, hətta digər kardioloji, gastroenteroloji, hətta onkoloji xəstəliklərin belə kökündə yuxusuzluq, stres dayandığı üçün çox vacibdir. Yəni yatmağımız çox vacibdir. Həkim, nevrozun səbəblərindən biraz danışaq, daha doğrusu növlərindən. Həyəcan nevrozu, obsessiv-kompulsiv nevroz, somatik nevroz, fobiyalar, nə bilim, posttravmatik stres pozuntusu və s. Digərləri də, bəlkə də hansılarsa sadaladıqlarım burada heç o qədər də bugün fəal, yəni tələb olunan bir məsləhət verməyəcəksiniz. Amma nə vacibdirsə ondan danışaq. Bu mənim sadəcə saydıqlarım idi. Yəni həqiqətən əsrimizin bəlası nevrotik pozuntular. Əvvəl nevroz adı işlədirdi, amma müasir tibbdə nevroz yox, nevrotik pozuntular şəklində işlədir. Növləri müxtəlifdir. Panik atak şəklində bildiyimiz panik qorxu həyəcan nevrozu var. Depressiya şəklində depressiv nevroz və yaxud beynindən çıxmayan narahat edici fikirlər, obsessiv-kompulsiv nevroz, müxtəlif növ fobiyalar. Məsələn, bir pasiyent mənə müraciət edir nevroloji problemlərlə, doktor, yaddaşım pisdir, baş gicəllənmə var. Mən onu ətraflı dinləyirəm, müayinə edirəm və məsləhət görürəm ki, sənə bir beyin MRT-si lazımdır. Beyin MRT-si deyəndə deyir, doktor, mən o MRT-yə girə bilmərəm, ora qapalıdır, mən qapalı yerdə dayana bilmərəm. Bu artıq klastrofobiya. Yəni, pasiyentin baş ağrısı ilə yanaşı, tutaq ki, migren baş ağrısı qoyacaq və digər baş gicəllənmə, vertigo və yaxud yaddaş klastrofobiyasının, yəni nevrotik pozuntudan da əziyyət çəkdiyini göstərir. Biz bunları ümumi şəkildə müalicə edirik. Mən elə bilirdim, çoxunda qorxudur bu. Yox, bu klastrofobiyadır. Qapalı məkan, liftdə, qapalı məkanlarda, Məndə panik atak var parkinqlarda. Yəni fərqi yoxdur, alış-veriş mərkəzlərinin parkinqidir və yaxud da yaşayış binasının parkinqi. Yəqin ki, sizdə hər hansı bir travmaya dayanır onun kökü. Valla heç bir şey, parkinqdə heç bir hadisə baş verməyib. Yəni, edəndə nəsə olub. Bəlkə də hansısa filmlərdə, bəlkə nəsə səhnələr görmüşəm, onunla bağlıdır. Oradan qaynaqlanır hər zaman. Biraz panik atak açmaq istəyirəm, çünki hədsiz çoxdur. Yəni, yaşından asılı olmayaraq, vəzifəsindən asılı olmayaraq, qadınlarda, kişilərdə hədsiz çox panik atak halları ilə rastlaşırıq son dönəmlər. Buyurun. Bəli, bunu biraz açım. Yəni, panik ataklar şəklində gəlir və atak sırasında pasiyent çox qorxur. Həmin anda bir insanı dəhşət, vahimə içərisində buraxır və tənəffüs sürətlənir. Pasiyentdə bir boğulma, sanki burada nəsə qalmış kimi bir his, bəli, təşviş, həyəcan, ürək döyüntülərinin artması, mədə-bağırsaqda bir narahatlıq, bir diskomfort hissi, əl-ayaq buza dönür, əl-ayaq əsir, bir isti tər gedir bədəninə və istilik basır. Həmin anda pasiyent düşünür ki, ola bilər mənim başım gicəllənsin, yıxılaram, huşumu itirərəm, bayılaram, ölərəm, dəli olaram və yaxud ürək infarktı olaram, beyin qanaması keçirərəm. Bu panik atakdır və panik atak həm uşaqlarda, həm böyüklərdə görülür. Bəzən valideynlər deyir, doktor, uşaqda da olarmı? Bəli, olar. Son dönəmlər çox görülür uşaqlarda da panik atak halları. Bu necə müəyyən olunur həkim uşaqlarda? Nə ilə özünü biruzə verir? Simptomları nədir yəni? Ürəyim sıxılır və yaxud mənə bir qorxu gəlir, ölüm qorxusu gəlir. Yəni bunlar varsa, amma bir şeyi vurğulamaq istəyirəm. Biz hər zaman nevroz deyib keçmirik. Ürəkdə döyüntülər artırsa, yəni tibbi adı taxikardiya adlanır. Döyüntülər artırsa mütləq və mütləq, zaten bizə gələndə pasiyent bir kardioloqdan rəy gətirmiş olur, amma yenə də mən hər zaman deyirəm, yəni altda yatan üzvü səbəbləri mütləq şəkildə inkar etməmiz lazımdır. Yəni hansı səbəblər var? Bəlkə kardioloji problem var? Yox. Kardioloq desək ki, artıq sənin heç bir şeyin yoxdur. Bu da biraz panik atakdan əziyyət çəkən pasiyentlərə heç bir şeyin yoxdur, biraz pis təsir eləyir və o kardioloqu dəyişirlər, başqa kardioloqa gedirlər ki, yox, mənim ürəyimdə bir problem var. Əslində bu pasiyent yönləndirilsə ya nevroloqa, ya psixiatra, ya psixoloqa, yəni vaxtında da müalicəsini alar və ürəkdə dediyim kimi bir patologiya tapılmadıqda artıq panik atak düşünürük və ataklar davam edir və bu ataklarının gələcəyini artıq pasiyent gün içində gözləyirsə, bu panik pozuntu adlanır. Var panik atak, var generalizə olmuş təşviş həyəcan pozuntusu. Panik atak sırasında pasiyent
özündən narahat olur. Mənə bir şey olar, ölərəm, bayılaram, yıxılaram, huşumu itirərəm, infarkt olaram, insult olaram, o kimi düşüncələr. Amma generalizə olmuş təşviş həyəcan pozuntularında pasient daha çox yaxınları ilə bağlı narahatlıq yaşayır. Yəni yaxınlarıma bir şey olar, bəd xəbər alaram və yaxud bir çox pasientlər, yəni mən bunu paylaşanda görürəm, o qədər rəylər gəlir ki mənə sosial şəbəkələrdə, qapı döyüləndə doktor ürəyim yerindən çıxır və yaxud telefonuma zəng gələndə ürəyim yerindən çıxır və buna görə də mən telefonumu səssizdə işlədirəm. Bəlkə də efir qarşısında məni izləyib deyəcək, doktor necə bizi anlatırsınız, sanki bizi anlatırsınız. Yəni bu generalizə olmuş təşviş həyəcan pozuntusudur. Yəni müalicəsi var. Bəli, pasiyenti narahat təşviş həyəcan içərisində, dəhşət içərisində də buraxsa da, amma müalicəsi var. Yetər ki, vaxtında həkimə müraciət edir. Həkimə müraciət demişkən, gəlin sponsorumuzu bir xatırladım. Sponsorumuz Azərbaycanın ilk özəl təcili tibbi yardım xidməti Referans ambulansdır. Referans ambulans 7/24 hər bir vətəndaşımıza xidmət göstərməkdədir. Ambulans maşınları müasir tibbi avadanlıqlarla təchiz olunub. Referans ambulans hava və quru təxliyəsi ilə həyat qurtarmaq üçün saniyələrlə yarışır. Göstərilən xidmətlər təcili tibbi yardım, pediatrik təcili tibbi yardım və pasiyent təxliyəsi stand-by xidməti, yəni istənilən məkanda müşahidə. Ətraflı məlumat üçün Ulduz 003 nömrəsinə zəng vura bilərsiniz və yeri gəlmişkən, nömrə demişkən, elə həkimimizlə də əlaqə saxlamaq üçün hal-hazırda ekranda gördüyünüz əlaqə nömrəsinə zəng vura bilərsiniz. Qeyd edim ki, həkimimiz Referans Həyat Hospitalının nevropatoloqu Jalə Qarayevadır. Həkim, bir sadalayacağım, yəni də bəzi şeyləri toxunduq. Ürək döyüntüsüdür, həyəcandır, bəd xəbər eşitmə falan. Ruh düşkünlüyü, yorğunluq, yuxu və iştah pozulmaları. Əslində yuxuya da biraz əvvəl toxunduq, iştahın biraz üzərində dayana bilərik. Bədənin müxtəlif nahiyələrində ağrılar, xəstəlik qorxusu, ölüm qorxusu, beyindən çıxmayan fikirlər və hərəkətlər, patoloji səliqəlilik və bunlar haqqında biraz danışaq. Yəni diaqnostikaları, müalicələri. Bir filmdə bu yaxınlarda gördüm ki, bir qız bir oğlanı dəlicəsinə sevir. Oğlanın biraz davranışları qızın xoşuna gəlmir, yəni uyğunsuzluq görür və qız nevropatoloqa müraciət edir. Nevropatoloq, təbii ki, bu bir filmdir, amma bilmirəm, bəlkə də reallıqdan götürülür. Nevropatoloqa deyir ki, mən bu adamı unutmaq istəyirəm. Mən bununla yaşananları unutmaq istəyirəm. Deyirlər ki, sənin beyninə elektroşok edəcəyik. Elektroşok doğrudanmı bütün bu fikirləri götürür, aparır? Gəlin, tam yəni qaydaq bu ruh düşkünlüyünü biraz açaq. İndi insanlar bir gün, 2 gün ruh düşkünlüyü yaşadı, deyirlər mən depressiyadayım. Bu belə deyil. Hər birimizin həyatında ayın müəyyən günləri və yaxud 2 ayda bir keyfimizin olmadığı günlər ola bilər. Ruh düşkünlüyü yaşaya bilərik. Nə zaman buna depressiya deyirik və nə zaman mütəxəssisə müraciət etmək lazımdır və əlamətlərin, yəni ruh düşkünlüyünün, enerji azlığının, istəksizliyin hər gün və ən az 2 həftə davam etməsi lazımdır ki, biz depressiya deyək. Depressiyanın ümumiyyətlə əlamətlərinə toxunsam, gün içində əhval-ruhiyyənin enməsi, ruh düşkünlüyü, əvvəllər zövq aldığı işlərdən zövq almanın azalması, səhər yuxudan durub, gecə normal yatıb, amma yorğun oyanır, sanki daş daşıyıb, özünü yaşlı hiss edir və digər depressiyanın kiçik əlamətləri yaddaş, diqqət, konsentrə olmada çətinliklərin yaranması, iştah, çox gözəl iştah mövzusuna toxundunuz, bunu biraz açım. Depressiyadan əziyyət çəkən, ümumiyyətlə nevrotik pozuntulardan əziyyət çəkən bir qrup pasientlər deyir ki, doktor, mən heç nə yemirəm, amma kökəlirəm. Digər qrup pasientlərə deyir ki, doktor, mən hər şey yerim, amma bir dənə kökələ bilmirəm də bu. Yəni, buradan bildirmək istəyirəm ki, bu da daha çox beyinə bağlı bir problemdir və bu serotonin ifrazı az olarkən, yəni bəzi pasientlər kilo alır, bəzi pasientlər də kilo itirir. Bunu da biz nevroloji dərmanlarla tənzimləyirik. Hər zaman pasientlərimdən mənə özəl hər zaman soruşuram. Yəni siz müalicə sırasında sizin iştahınızı artıraqmı və yaxud iştahınızı azaldaqmı? Mütləq şəkildə soruşuram. Çünki pasient depressiyadan çıxacaq. Amma güzgüdə öz kilosunu bəyənməsə, yenidən ruh düşkünlüyü yaşayacaq. Ona görə mütləq soruşuruq. Digər əlamətləri depressiyanın öz güvənsizlik, özünün davamlı günahlandırma hissi, cinsi sferada narahatlıq, əslində özünü daima kiməsə bənzətmələr də və yaxud da ona oxşamamaqdan, onu özünə fikir, dərd edən insanların da nevroloji problemləri var. Bəli, yəni düzdürmü? bunlardır, bəli. Çünki kimisə görürlər, mən də onun kimi olmaq istəyirəm. Bu normaldır, amma sən elə deyilsən. Amma sonra görürsən ki, bunu depressiya halına gətirir, çatdırır. Bəli, eynən var. Yəni çox rastlaşırıq, çox yaşayırıq. Və depressiyada yuxu problemləri. Əslində bayaq toxunduq. Qısa da burada deyim.
Yuxu problemləri hər zaman yuxusuzluq deyil. Çox yatmaq var, insomniya, yəni yuxusuzluq, az yatmaq, yuxuya getmədə çətinlik və yaxud yuxunu davam etdirmədə çətinlik və yaxud yuxuya normal getmişik, yuxunu normal davam etdirmiş, amma səhər oyananda bir narahatlıq yaşayırıq, çətin oyanırıq. Bu insomniya, yuxusuzluq da yuxu problemlərinə aiddir. Bir də var hipersomniya, yəni çox yatır. Pasient gecə uzanır yerinə, rahat yatır səhərə qədər, amma səhər yuxudan durur, yenə harda gəldi yatmaq istəyir. Yəni bu da normal deyil, bu da yuxu problemlərinə aiddir. Səbəblərdən biri də depressiyadır, amma başqa səbəblər də ola bilər. Yəni burada araşdırmaq lazımdır. Yenə bunlar hər ikisi müalicə olunmalıdır. İstər çox yatmaq, çox yuxululuq və yuxusuzluq mütləq şəkildə müalicə olunmalıdır. Həkim, öz təcrübəmdən, öz gördüklərimdən sualımı indi verirəm. Mənə elə gəlir ki, bu sualı da mütləq verməliydim. Çünki doğrudan bu məni çox narahat edir. 20-li, 24-lü, 25-li yaşlarında, misal üçün deyək də 30 yaşına qədər olan qızlarımızın çantasında hansısa sakitləşdirici dərmanların olması. Yəni bu nə dərəcədə düzgündür? Daima bu dərmanı atmadan yata bilməmək, bir şey olan kimi bu dərmanı atmaq, çantada bu dərmanı gəzdirmək. Yəni dərman dediyimiz adətən bizim üçün nə idi? Bizim uşaqlıq dönəmimizdə yaşlı insanların çantasında biz hansısa dərmanları görə bilirdik və onda təəccüblənmirdik. Amma əlavə qidalardan danışmıram, sırf nevroloji olan... Molekular, yəni qida əlavəsi yox, molekulardan danışırsınız. Bəli, təəssüflər olsun, xüsusilə qızlar dediniz, onu da çox doğru dediniz. Qadınlarımız, qızlarımız daha emosional, daha həssas olduqları üçün nevrotik pozuntulardan, istər panik atak, depressiya, obsessiv-kompulsiv pozuntulardan daha çox əziyyət çəkirlər. Yəni kişilərdə faiz olaraq xanımlar daha çox əziyyət çəkirlər və dediyim kimi artıq cavanlaşıb. Yəni panik atakdan da daha çox 20-30-lu yaşlarda, düzdür, hər yaşda görürük, orta yaşlı insanlarda da görürük, hətta yaşlı insanlarda da görürük. İnsultdan sonra beyin qan dövranının kəskin pozulmasından sonra depressiya halları çox müşahidə edirik yaşlı insanlarda. Həmçinin bəzən depressiya, demensiya, yəni unutqanlıq, Alzheimer kimi xəstəliklər də bəzən qarışa bilir. Depressiya ilə bənzər əlamətlər ortaya çıxara bilir. Yəni bunu da bir mütəxəssis tərəfindən artıq anamnez və mütləq şəkildə əlavə müayinələr, istər qan təhlilləri olsun, istər instrumental müayinələr olsun, bununla dəqiqləşdirib pasiyentin diaqnozunu qoyuruq. Amma ümumi götürəndə bəli, nevroloji xəstəliklər demək olar ki, çox cavanlaşıb. Elektroşokla bağlı biraz əvvəl dedimi, ona cavab verin də. Yəni bu filmlərdə olur, hansısa aparat vasitəsilə sənə mənfi təsir edən nələrisə, kimlərisə unutmaq. Yəni bu aparatın funksiyası nədən ibarətdir? Mən o aparatla məşğul olmadığım üçün çox ətraflı məlumat Ümumiyyətlə bu sahədə olduğunuz üçün belə bir şey varmı ümumiyyətlə? Bəli, var belə bir şey, amma məşğul olmadığım üçün çox ətraflı məlumat verə bilməyəcəm onun haqqında. Amma ümumiyyətlə bəli, nevrotik pozuntular deyəndə bir də toxunmaq istəyirəm obsessiv-kompulsiv nevrozlara, yəni beyindən çıxmayan patoloji səliqəlilik, beyindən çıxmayan fikirlər, obsessiya, yəni beyinə gəlir ki, mənim əllərim təmiz deyil və yaxud bunlar simmetrik qalmalıdır. Beyinə gəlir ki, mən özümə zərər verə bilərəm və yaxud yaxın nəyisə görürəm, kəsici, itici alətlər, onlarla kiməsə zərər verə bilərəm. Bu kimi düşüncələr gəlir və bunları artıq icra eləyiriksə, məsələn, əllərim çirklidir, dəfələrlə əllərimizi yuyuruqsa, bu artıq adlanır kompulsiya, yəni obsessiv-kompulsiv pozuntu adlanır. Və yaxud dini takıntılar deyək, dini obsessiyalar deyək, son dönəmlər çox görürük. Pasient yəni istəmədən narahat eləyir onu və o fikirlərini idarə eləyə bilmir adətən. Müalicəyə gəldikdə isə hər kəsdə individualdır, fərqlidir müalicə. Mütləq şəkildə həkim başlamalıdır sizə müalicəni, sıxımlı bir şəkildə və sıxımlı bir şəkildə də kəsməlidir. Çünki dediyim kimi, istər digər xəstəliklər, arterial təzyiq, şəkər nəzərə alınır, pasiyentin yaşı nəzərə alınır, pasiyentin kilosu nəzərə alınır və ona uyğun müalicə tətbiq olunur. Ona görə öz başınıza apteklərdən hər hansı sakitləşdirici almayın. Vaxtında mütəxəssisə müraciət edin ki, düzgün müalicə olunasınız. Mütəxəssislərimizdən biri də hazırda bizim studiyamızdadır. Referans Həyat Hospitalının nevropatoloqu həkim Jalə Qarayeva müraciət edib problemlərinizi aradan qaldırasınız. Sağ olun, sağlam qalın. Baş sponsor Azərbaycanın ilk özəl təcili tibbi yardım xidməti Referans ambulansdır.